Mən Hüseynov Yelmar Mustafaoğlu, Kəlbəcər rayonunun Bağırsaq kənd sakini, hal-hazırda Daşkəsən rayonunun Zəylik kəndində müvəqqəti olaraq məskunlaşmışdım. Mənim yaşadığım evi güclü sel fəlakəti nəticəsində sel basmışdı. Çox acınacaqlı vəziyyətə düşmüşdük. 6-7 nəfər ailə üzvlərimlə birlikdə acınacaqlı vəziyyətdə olduğumuz üçün Vüsal Kəlbəcərimizə müraciət elədim. O bizim evimizi pis şəraitdə olduğunu çəkdi və ünvanladı lazım olan aidiyyəti orqana. Mən buradan onu demək istəyirəm ki, hörmətli prezidentimizə can sağlığı arzulayıram. Birinci ulu öndərimizə Allahdan rəhmət diləyirəm. Ulu öndərimiz Heydar Əliyev cənablarına Allahdan qəni-qəni rəhmət diləyirəm. Prezidentimizə can sağlığı arzulayıram. Qaşqın Komitəsinin sədri Rövşən Rzayev cənablarına minnətdarlığımı bildirirəm, can sağlığı arzulayıram. Və eləcə də Vüsal müəllimə can sağlığı arzulayıram ki, məni bu Həsəniz kəndində evlə təmin elədilər yaxın bir müddətdə. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Prezidentimizə can sağlığı arzulayıram. Qazilərimizə can sağlığı arzulayıram. Məni burada Həsəniz kəndində evlə təmin elədikləri üçün hər birinə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Həyəcandan biraz da danışığımı itirmişəm, üzr hesab eləyim. Və Vüsal Kəlbəcərliyə öz minnətdarlığımı bildirirəm ən sonda. Sağ olsun. Bizi o acınacaqlı vəziyyətdən tez bir zamanda çıxartdırdı. 3 günün, 4 günün ərzində bizə müraciət elədi, ev verdirdi. Mən bir daha hər birinə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm, başda prezidentimiz olmaqla. Rövşən Rzayev cənablarına da təşəkkürümü, minnətdarlığımı bildirirəm. Sağ olsunlar. Bax 14:30 buradır. Belədir. O da balaca toğlasıdır o tərəfdə. Bura bunun darvazasıdır. Arxadan da çəkeyim.